cərrah orada lider rolunu oynayır və qol vuran rolunu oynayır. Məsələn, Real Madriddə kim qol vurar? Ronaldo vurur çox vaxtda, daha çox. Amma ona görə də o Ronaldo'nun qol vurmaq üçün şərait yaradan insanlar ətrafında olan komanda yoldaşlar. Bizim də komanda dedikdə onu nəzərdə tutmaq lazımdır ki, biz bir komanda şəklində xəstəliyə qalib gəlirik. Bilirik ki, müğənnilər səhnədə musiqiçiləri, aparıcılar operatorları, montajçıları, həkimlər isə tez-tez bu komanda işidir deyərək əməliyyatda iştirak edən həmkarlarını tərifləyirlər. Sizcə bu səmimi bir təşəkkürdürmü, yoxsa həmrəyliyi qorumaq, heç kimi incitməmək üçün deyilmiş diplomatik bir ifadədirmi? Doktor, zəhmət olmasa deyin, komanda işi dedikdə siz daxildən gələn təşəkkürü nəzərdə tutursunuz, yoxsa bu sadəcə tibbi kollektivin inciməməsi üçün bir etik davranışdır? Bəzən bu əməliyyatın aparılmasını müəyyən bir ciddi dünya səviyyəsində, Avropa səviyyəsində bir futbol oyununa mən bənzədirəm. Məsələn, tutaq ki, Real Madridlə böyük bir komanda Barcelona oynayır və o komandada bir dənə o zəncir formasında, bir zəncirin bir formasında səhv olarsa o komanda uduzur. Bizim əməliyyatda da, ağır əməliyyatlarımızda çox vaxt həm tibb bacısı, kiçik tibb bacısı, həm böyük tibb bacısı, həm anestezolog həkim, asistentlərimiz bizim bütün halqa, hər biri bir halqanı təşkil edir. Onların biri öz yerində olmadıqda, doğru işlətəmədikdə biz əməliyyatı istədiyimiz kimi həyata keçirə bilmirik. Ona görə də amma cərrah orada lider rolunu oynayır və qol vuran rolunu oynayır. Məsələn, Real Madriddə kim qol vurar? Ronaldo vurur çox vaxtda, daha çox. Amma ona görə də o Ronaldo'nun qol vurmaq üçün şərait yaradan insanlar ətrafında olan komanda yoldaşlar. Bizim də komanda dedikdə onu nəzərdə tutmaq lazımdır ki, biz bir komanda şəklində xəstəliyə qalib gəlirik. Bu doğru bir deyimdir. Bəli, biz komandamızda mən bütün mənlə işləyən asistentlərə, hətta ən kiçik tibb işçisinə də öz təşəkkürümü bildirirəm.